1500-cü ildə Şirvana hücum etdi. İsmail Səfəvinin əmri ilə Fərrux Yasarın başı kəsilir, bədəni isə yandırılır. Bununla da kifayətlənmir. Döyüşdə öldürülən 7-8 min Şirvanlının başları kəsilərək bundan bir qüllə düzəldilir və qızılbaşlar Bakıya daxil olur. Birincisi başa düşə bilmirəm. Döyüşdə adam öldürmək nə dərəcədə pis bir şeydir ki, bunu belə danışır. Yəni başdan qüllə düzəltmək. Birincisi Teymurun və ya digər hökmdarların Sultan Muradın, Sultan Bayezidin elədikləri öz xalqı, öz insanları danışanda bundan qürur duyurlar ki, bizim hökmdarımız yəni bu tərz qələbə qazanır. Amma bizimkilər danışanda elə danışırlar ki, elə bil ki, bunların babalarını öldürübdür. Yəni birinci Şah İsmayıl hava döyüşdə qalib gəlib öldürüb. Şirvanşah atasının qatili, babasının qatili, xain bir adamı öldürüb. Əlbəttə ki, başım kəsməlidir, neynəməlidir? Bu düzdür. İkincisi, girib Bakıda, Təbrizdə güya qırğınlar eləyib. Belə bir şey qətiyyən olmayıb. Yerli əhalini niyə qırsın? Bu adam bu ərazini tutur. Ərazidəki bütün adamları qırsa, kimə hökm eləyəcək, kimdən vergi yığacaq? Sənin yəni iynənin ucu qədər belə beyninin içində biraz tarix bilgisi olsa, bilərsən ki, yəni o boyda Monqollar belə əhalini tamam qırmırdılar. Başa düşdünüz? Yəni Monqollardan betər olmayıb ki bu adam. Yəni Əmir Teymurdan betər olmayıb ki, Əmir Teymur gəldi, sakit durana heç nə eləmirdi. Cəmaət ona tabe olurdu. Plus təsəvvür edin ki, bu 200 ildən çox davam eləyəcək bir dövlət qurub. Bu adam əgər qırğın eləsəydi, Əmir Teymur kimi, Monqollar kimi, ölən kimi dövləti dağılardı da. Bu ömür boyu terrorla əldə saxlaya bilməzdi axı dövləti.